Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videoda 2009 və 2025-ci illərdə DİM tərəfindən keçirilmiş qəbul sınaqlarına düşən, doyan və doymayan buxarın suallarının izahına baxacağıq. Belə videoların da davamlı gəlməyini istəyirsə, kanala abunə olub paylaşaraq mənə dəstək ola bilərsiniz. Vaxt itirmədən başlayalım birinci sualdan. Deməli nə deyir? Doymuş su buxarını əvvəlcə izotermik sıxılır, sonra isə izoxor soyudulur. Bu proseslərdə doymuş buxarın təzyiqi necə dəyişir? İlk öncə onu bilin ki, doymuş, doymamış elə bizim bildiyimiz doyan, doymayan buxarda. Əvvəllər bu doyan buxara doymuş buxar deyirdik, doymayan buxara doymamış. Sonralar dəyişdilər, doyan, doymayan elədilər. İndi nə etməliyik? Doyan buxardan söhbət gedir burada. Doyan buxarı izotermik sıxırlar. Yadınızda qalsın ki, izotermik prosesdə temperatur sabit olanda doyan buxarın təzyiqi, sıxlığı və konsentrasiyası həcmdən asılı deyil. Yəni belə olur. Deməli biz bunu sıxanda, temperaturu sabit saxlayıb sıxanda təzyiq nədir? Dəyişməz. Birinci prosesdə dəyişməyəcək. Sonra izoxor soyuduruq. İzoxor prosesdə bəs necə olur? P temperaturdan asılığı, bax qrafik belədir. Doyan buxardan söhbət gedir. Aha. İndi biz bunu izoxor soyuduruqsa, temperatur azalırsa, təzyiq nə edir? Azalacaqdır. Bəs bunları hardan bilirəm? Çünki P nəyə bərabərdir? NKT-dir. Baxın, izotermik prosesdə temperatur sabit. K onsuz da Boltzmann sabitidir. O da sabitdir. N-ə baxsaq, N konsentrasiyadır. N bərabərdir, N bölünsün V-dir. Sıxanda həcm azalır. Və biz buxarı sıxırıqsa, doyan buxarı, buxar molekulları nə edir? Kondensasiya edib mayeyə çevrilir. Onda buxar molekullarının sayı da azalır. Kəsirin sürət və məxrəci eyni dəfə azalıb artanda qiymət dəyişməz. N də sabitdir. N sabit, K sabit, T sabit olduğuna görə P burada dəyişə bilməz. Deməli, ona görə deyirik ki, izotermik prosesdə P, rho, N dəyişmir. Bəs izoxorda necə olur? Yenə eyni düsturu yazırsınız. P bərabərdir NKT-dir. Temperatur azaldı, P azalmalıdır. Digər tərəfdən izoxor prosesdə N bərabərdir, yəni N bölək V-dir. V-ni sabit saxlamışam. Buxarı soyutduqca buxar molekulları mayeyə çevrilir. Onda buxar molekullarının sayı nə edir? Azalır, konsentrasiya da azalır. Konsentrasiya azaldıqca təzyiq yenə azalacaq, daha çox azalacaqdır. Bax, buna görə qrafikimiz bu şəkildə olur. Ona görə deyirik ki, izotermik prosesdə doyan buxarda P, rho, N V-dən asılı deyil və biz burada sıxanda dəyişməz. Amma izoxor prosesdə P temperaturdan asılıdır. Temperatur azaldıqca təzyiq azalır və daha çox azalır. Deməli, ona görə cavabımız nə olacaq? Bir prosesdə təzyiq dəyişməz, 2-də isə azalar. C variantı olur. İkinci, doymuş buxarın bir halından 2 halına keçməsi zamanı onun kütləsi necə dəyişər? Baxın, izotermik prosesdə temperaturu sabit saxlamışam, doyan buxardan söhbət gedir. Qabın həcmini artırdıqca mayenin buxarlanması artır. Çünki əlavə yer açılır orada. Maye başlayır daha sürətli buxarlanmağa və mayenin tərkibində molekulların sayı çoxalır. Onda mayenin kütləsi nə edir? Azalır. Buxarın kütləsi nə edir? Artır. Həcm neçə dəfə artıb? 2 dəfə artmayıb. Buxarın kütləsi də 2 dəfə artacaqdır. Cavab olur Y variantı. Üçüncü sualımız. Doymuş buxar bir halından 2 halına keçməsi zamanı onun kütləsi necə dəyişər? Yenə eyni sualdır. Temperatur sabit saxlamışıq. Həcmi azaldırıq. Həcm 2 dəfə azaldığı üçün buxarın kütləsi də 2 dəfə azalacaq. Buxar molekulları kondensasiya edib mayeyə çevrilir. Ona görə cavab olur 2 dəfə azalar. A variantı. Dördüncü sualımız. Sabit temperaturda doymuş su buxarının həcmini 1,4 dəfə azaltdıqda onun təzyiqi. Baxın, sabit temperatur, yəni izotermik prosesdir. İzotermik prosesdə dedik ki, təzyiq həcmdən nədir? Asılı deyildir. Ona görə təzyiq nədir? Dəyişməz izotermik olduğuna görə. Təzyiq dəyişməyəcək. Növbəti sualımız. Sabit temperaturda doymamış, baxın, doymamış buxarı deyir burada. Yəni doymayan buxardan söhbət gedir. Diqqətli olmaq lazımdır. Sabit temperaturda. Su buxarının təzyiqi 1,2 dəfə azaltdıqda sıxlıq necə dəyişər? Doymayan buxar ideal qaz qanunlarına tabedir. Onda rho nəyə bərabərdir? P, M bölək R, T-dir. MK-ində danışmışıq bunun haqqında. Temperatur sabitdir, R sabitdir, molyar kütlə də sabitdir. Təzyiq azaldığı üçün sıxlıq da azalacaq. Təzyiq neçə dəfə azalır? 1,2 dəfə. Onda sıxlıq da 1,2 dəfə azalar. Cavab olur D variantı.
6-cı sual. Şəkildə mayenin və onun doymamış buxarının sıxlığının temperaturdan asılı əyriləri verilmişdir. Hansı nöqtəyə uyğun temperaturda qazı sıxmaqla mayeyə çevirmək olar? Baxın, biz deyirik ki, qazı sıxıb mayeyə çevirmək olur. Amma bu istənilən temperaturda baş vermir. Yəni elə temperatur var ki, həmin temperaturdan yuxarı temperaturda nə qədər qazı sıxsaq da mayeyə çevrilmir. Həmin o temperatura böhran temperaturu deyirlər. Bax, böhran temperaturu bura düşür. Bura böhran temperaturudur. Böhran temperaturunun, bax, buranı bir sərhəd kimi düşünün. Böhran temperaturundan yuxarı temperaturda qazı nə qədər sıxsaq mayeyə çevrilmir. Aşağıda isə çevirmək olur. Yəni necə düşünürsünüz? Böhran temperaturundan aşağı temperaturda olar. Onda 1-də olar aşağıda. 3-dür, 2-dir, 5-dir, 4-dür. Burada isə olmaz. Yəni sərhəddin solunda olar, sağında olmaz. Olar deyirsən soldakı nöqtələri götürürsünüz. Olmaz deyirsən sağdan götürürsünüz. Ona görə cavab olur C variantı. Sabit temperaturda doymuş deyir və temperatur sabitdir. Su buxarının həcmini 1,5 dəfə azaltdıqda sıxlıq necə dəyişər? Doyan buxar izotermik prosesdə P, Rho, N sabitdir. Bunlar izotermikdə həcmdən asılı deyil. Yəni temperatur sabit qalanda. Onda sıxlıq dəyişməz. Cavab olacaq A variantı. 8. Hansı proses doymuş buxarın izotermik genişlənməsinə uyğundur? P-nin V-dən asılılığıdır. İzotermik proses deyirsə, temperatur sabitdirsə, P V-dən nədir? Asılı deyil. Genişlənmə deyirsə, həcm artmalıdır. O da olacaq 1,3. Sıxılma desədir 1,5 götürərdik. Cavab olur 1,3. E variantı. 9. Hansı üsulla doymayan buxarı doyan buxara çevirmək olar? Doymayanı doyan buxara. Doymayan buxardan doyan buxara 2 üsulla keçirik. Bir, izoxor soyutmaqla, bir də izotermik sıxmaqla. Baxıram, sabit temperaturda sıxmaqla, bəli, olar. Sabit temperaturda genişləndirməklə olmaz. Yəni, buxarı biz genişləndirsək, mayeyə çevrilməz, olmaz da. Sabit həcmdə qızdırmaqla da olmaz, sabit həcmdə soyutmaqla. Deməli, doymayandan doyana keçmək üçün 2 üsulumuz var. İzotermik sıxmaq, izoxor soyutmaq. Bir də doyandan doymayana keçmək üçün isə yenə 2 üsulumuz var. Doyan buxardan doymayana. Onda nə edirik bəs? Doyandan doymayana isə izotermik genişlənmə, izoxor qızdırmaq olur. Bizə də nə deyir? Doymayandan doyan dediyi üçün 1,4-ü götürəcək cavab. E variantı. 10-cu sualımız. Uyğunluğu müəyyən edin. Doyan buxarın təzyiqinin həcmindən asılı qrafik verilmişdir. Aha. Doyan buxardan söhbət gedir. Baxın, 0-dan 1-ə fikir verin, həcm artır. Amma buxarın təzyiqi dəyişmir. Deməli, bu izotermik prosesdir. İzotermikdir. Baxıram 0-dan 2-yə. Həcm sabitdir. İzoxor prosesdir. Onsuz da görünür qrafikimizdə. Buxarın təzyiqi nə edir? Artır. Buxarın təzyiqi artırsa, izoxor prosesdə P T ilə necə asılıdır? Düz asılıdır. Hətta daha çox artır da. Bayaq göstərdik. Onda bu nədir? Temperatur artır burada. 0-dan 3-ə isə yenə izoxordur. Təzyiq azalır. Təzyiqin azalması üçün izoxor prosesdə temperaturda nə etməlidir? Azalmalıdır. Buxarın temperaturu artır 0-dan 2-yə. Deməli, A gəlir 2-yə. Buxarın temperaturu azalır 0-dan 3-ə. B gəldi bura. Buxarın temperaturu dəyişmir 0-dan 1-ə. İzotermik proses dedik. O da gələcək hara? C1-ə. Buxar molekullarının konsentrasiyası artır, izoxor prosesdə artır. Doyan buxardan söhbət gedir, doyandır. Deməli, bu da gələcək artması üçün, hətta baxın, sıxlıq, konsentrasiya izoxor prosesdə temperaturundan necə asılıdır? Baxın, belə bir qrafikdir. Temperaturdan belə asılıdır. Deməli, izoxordan söhbət gedir. Temperaturda nə etməlidir? Artmalıdır konsentrasiyanın artması üçün. Ona görə D gələcək, deməli 2-yə. Buxar molekulunun konsentrasiyası dəyişmir, izotermik prosesdə dəyişməz. Yerdə gəlir 1-ə. Deməli 1 C-yə, 2 AD, 3 də B oldu. 11-ci sual. Silindrik qabda porşenin altında olan doymayan buxarın izotermik sıxmaqla mayeyə çevrilmə prosesi diaqramı təsvir olunmuşdur. 1, 2, 3 nöqtələrinə uyğun buxar molekullarının konsentrasiyaları arasında hansı münasibət doğrudur?
Belə məsələləri eləmək istəyirsinizsə nə edirsiniz? Baxın, izotermik prosesdə temperaturu sabit qiymətində P rho N hamısı eyni dəyişirdi onlar. P rho N. İndi N-ə baxsaq, bax bir nöqtəsinə N1 bura uyğundur, 2 nöqtəsində N2 bura, 3-ə də uyğun budur, N3 də buradır. Ən böyük konsentrasiya hardadır? Qrafikdən görünür, üst-üstə. Deməli, 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Cavab olur B variantı. 2023-cü ildə qəbula düşmüş sualdır. Doyan su buxarının həcminin temperaturdan asılılıq diaqramı verilmişdir. İzotermik prosesdir. Baxan kimi görürük ki, temperatur dəyişmir. Amma həcm artıbdır. Və hansı buxardan söhbət gedir? Doyan buxardan. AB keçidi zamanı doyan buxarın təzyiqi və kütləsi necə dəyişər? Baxın, izotermik prosesdə dedik ki, buxarın təzyiqi həcmdən asılı deyil. Rho n də asılı deyil. Bax, rho n də nədir? Sabitdir. Bunları özüm hər dəfə yazıram ki, yadınızda qalsın. Aha, kütləsi necə dəyişər? Bəs həcmi artırıramsa, buxarın kütləsi artır, mayenin kütləsi azalır. Çünki həcm artdıqca maye buxarlanır. Buxarlanması artır. Yəni, mayenin tərkibində molekulların sayı artır. Onda buxarın kütləsi artacaq. Mayenin kütləsi nə edəcək? Azalacaqdır. Bizə lazımdır buxarın kütləsinin təzyiq. Təzyiq dəyişməz, buxarın kütləsi nə edir? Artar. 13-cü sual. Doyan su buxarının təzyiqinin həcmdən asılı qrafiki verilmişdir. AB keçidi zamanı doyan su buxarının mütləq temperaturu və kütləsi necə dəyişər? Baxıram ki, PV-dən asılı deyil. Onda bu hansı prosesdir? İzotermik prosesdir. Deməli, temperatur dəyişmir. Digər tərəfdən həcm artır. Həcm artırsa, buxarın kütləsi nə edir? Artar. Buxarın mütləq temperatur və kütləsindən söhbət gedir. Deməli, dəyişməz, artar. A variantı. 14-cü sual. Sabit temperaturda doymuş buxar molekullarının konsentrasiyasının həcmdən asılı qrafiki hansıdır? Temperatur sabitdir. İzotermik prosesdir. Temperatur sabitdir. Hansı buxardan söhbət gedir? Doyan buxardan. Dedik ki, doyan buxarda P rho N izotermik prosesdə V-dən asılı deyil. Ona görə cavabımız olacaq C variantı. Sabit temperaturda doymuş su buxarının sıxlığının həcmindən asılı qrafiki P rho N nə idi? Həcmdən asılı deyil. Deməli, sıxlıq da asılı deyil. D variantı. 16-cı sual. Diaqramda doymuş su buxarını, bax, burada diqqətli olmalısınız. Bəzən uşaqlar cümlənin ortasını oxumurlar. Başına baxır, bir də axırına baxırlar, həll edirlər məsələn. Bax, doymuş buxar. Bunun altından xətt çəkmək lazımdır orada. Buxarının hal dəyişməsi təsvir olunmuşdur. AB keçid zamanı doymuş buxarın temperaturu və kütləsi necə dəyişər? Baxın, rho nədir burada? Sabitdir. Deməli, bu hansı belə deyək də, hansı prosesdir? İzotermikdir. Dedik ki, izotermik prosesdə P rho N həcmdən asılı deyil. Rho sabitsə izotermikdir. Həcm nə edir? Artır. Həcm artırsa, belə, buxarın kütləsi artır, mayenin kütləsi nə edir? Azalır. Deməli, temperatur dəyişməz, buxarın kütləsi artar. C variantı olacaq. 17. Silindri qabda porşenin altında olan doymamış buxarın izotermik sıxmaqla mayeyə çevirmə prosesi diaqramı təsvir olunmuşdur. 1, 2 və 3 nöqtələrinə uyğun buxarın kütlələri arasında hansı münasibət doğrudur? Buxarın kütləsindən söhbət gedir. Baxın, biz buxarı sıxdıqca, bax, bu birinci hissə doymayan buxardır. Doymayan. Doymayan buxarda qabın içində yalnız buxar var. Yəni, bunu sıxmaqla dəyişəmirsən. Bax, bura qədər buxarın kütləsi sabitdir. Mayenin kütləsi sıfırdır burada. Bu hissədə isə keçir doyan buxara. Həm maye olur, həm də nə olur qabın içində? Buxar olur. Buradan sonra başlayır buxar nəyə çevrilməyə? Mayeyə çevrilməyə. Getdikcə buxarın kütləsi belə deyək, azalar, mayenin kütləsi artır. Onda ən böyük harda olacaq buxarın kütləsi? Doymayan buxarda. M1 böyükdür M2-dən, o da böyük nədən? M3-dən. Çünki doyan buxarı sıxdıqca buxar kondensasiyası artır. Cavab olur onda M1, M2, M3, D variantı. Azot qazı üçün böhran temperaturu mənfi 147 dərəcə Selsidir. T bərabərdir mənfi 147 dərəcə Selsidir. Aşağıdakı temperaturlardan hansında bu qazı mayeyə çevirmək olmaz? Mayeyə çevirmək olmaması üçün temperatur böhran temperaturundan böyük olmalıdır. Bu zaman olmur. Kiçik olanda isə nə edir? Olur. Gəlin baxalım. Bunu ilk öncə keçməliyik Kelvinə.
Bəs Celsiusdan Kelvinə keçmək üçün düsturumuz necə idi? T bərabər idi. T Celsius üstə gələk 273 idi. Yazıram onda -147 üstə gələk 273. Yəni 240 belə deyək də 273-dən 147 çıxmalıyıq. 3-dən 7 çıxanda 13-dən 7 çıxanda olur 6. Bir onluq qoymuşduq bura 6 qalmışdı. Deməli 6-dan 4 çıxanda 2 1. 126 Kelvindir. İndi 126 Kelvindən yuxarı temperaturda biz bu qazı sıxıb mayaya çevirənməliyik. Baxın, o da olur da A variantı. Böhran temperaturunu tapdıq 126. Aşağıda isə nədir? Olar. Sonra 19-cu sual. Şəkildə PV koordinatlarında doymuş su buxarının halının dəyişməsi təsvir olunmuşdur. AB keçidi zamanı doymuş buxarın temperaturu T və kütləsi necə dəyişər? Baxıram ki, P burada sabitdir. V-dən asılıdır. Deməli, bu izotermik prosesdir. İzotermikdir. Nə edirik? Sıxırıq, həcmi azaldırıq. Həcm azalanda buxarın kütləsi də nə edir? Azalır. Buxar kondensasiya edir də. Ona görə cavab dəyişməz, azalar. O da olur B variantı. Buxarın kütləsi deyir, düzdürmü? Buxarın temperaturu, buxarın kütləsi. Doymuş buxarın, bax doymuş buxardır yenə, təzyiqinin həcmdən asılıq qrafiki verilmişdir. Hansı prosesdir bu? İzoxor prosesdir. Bunu qeyd edən dursun burada, izoxordur. Bu prosesdə buxarın kütləsi və sıxlığı rho haqqında hansı mülahizə doğrudur? Deməli, bu izoxor təzyiq artırsa, izoxor qızmaya uyğundur. Biz belə deyək, doyan buxarı qızdırdıqca mayenin buxarlanması sürətlənir, yəni artır. Mayeni tərk edən molekulların sayı artır. Onda mayeni molekullar tərk edib nəyə çevriləcək? Buxara. Deməli, buxarın kütləsi neyiniyər? Artar. Bəs sıxlıq necə olar? Rho bərabərdir M buxar bölək V deyil. Buxarın kütləsi artır, V sabitdir. Sıxlıq da artar. Hər ikisi artar. Cavab olur B variantı. Sabit temperaturda verilmiş kütlədə doymamış su buxarının təzyiqini sabit temperatur deyir və doymamış deyir. Bax, bu doymamışdır. Doymayan buxar deyəndə. Su buxarının təzyiqi 1,3 dəfə azaltdıqda təzyiq 1,3 dəfə neynədir? Azaldı. Yəni P2 bərabər P1 bölək 1,3 yazıram. Sıxlığı necə dəyişər? Doymayan buxar ideal qaz qanunlarına tabedir. Rho bərabərdir PM bölək RT-dir. Fikir versəniz bura, sıxlıq P ilə necə asıldı? Düz asıldı. P 1,3 dəfə azaldanda sıxlıq da 1,3 dəfə neyər? Azalar. Cavab olacaq Y variantı. 22. Havanın temperaturunu dəyişmədən ondakı su buxarının konsentrasiyasını 2 dəfə azaltdıqda nisbi rütubət necə dəyişər? Temperatur sabitdirsə, bax temperatur dəyişmirəmsə, doyan su buxarının konsentrasiyası sabitdir. Bunu sabit qəbul edək. Fi nəyə bərabərdir? Rho bölünsün, rho 0, vurulsun 100%'dir. İndi mənə konsentrasiya lazımdır təbii ki bura. Baxın, belə yazıram. Rho bölək, rho 0 vuraq, 100% bir dənə düsturumuz var. Digər tərəfdən konsentrasiyanı ifadə etsəm, belə bir düstur var. N bölək N0 vurulsun 100%. Bax, bu düsturumuz da var. Təbii ki, buradan gələn bir düsturdur bu. İndi N0 sabitdir. Fi N-dən necə asıldı onda? Düz asılıdır. Konsentrasiyanı neçə dəfə azalıram? 2 dəfə azaltmadım. Konsentrasiya 2 dəfə azalırsa, nisbi rütubət də 2 dəfə azalar. Cavab olur Y variantı. 23. Su 200 metr hündürlükdən yer səthinə tökülür. Ağırlıq qüvvəsinin işinin 60% suyun qızmasına sərf olunursa, onun temperaturu nə qədər artar? İlk öncə biz buradan ağırlıq qüvvəsinin işini tapmalıyıq. Necə təyin edəcəyik? Bax, su hansı hündürlükdən tökülür? 210 metr hündürlükdən. Bax, bura bir yerdir, yer səthimizdir. Su da buradandır, buradan tökülür. Buradan bura qədər olan hündürlüyə isə nə deyək? 210 metr. H bərabərdir 210. Bax, buradan su tökülür yerə. Bax, bu şəkildə su tökülür, gəlir yerə. İndi su buradan 210 metr hündürlükdən töküləndə ağırlıq qüvvəsinin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsidir də. Başlanğıc hündürlüyü 210-dur, son hündürlük tər oldu? Yer. Yəni 0 oldu da. Onda ağırlıq qüvvəsinin işini tapanda belə yazsam. mg h1 çıxaq h2. Bəs h1 çıxaq h2 bizə nə verəcəklər? h1-imiz 210-dur. H2-miz nəyə bərabərdir? 0-a. Bura yerdir də.
Elə mg onda H1 çıxaq H2 bizə H1 verəcəkdir. Bax budur. Ağırlıq qüvvəsinin gördüyü iş budur. Və ağırlıq qüvvəsinin gördüyü işin 60% suyun qızmasına belə deyək də, qızmasına sərf olunur. Onda suyun qızması üçün lazım olan istiliş miqdarı necə olacaq? Ağırlıq qüvvəsi vurulsun 60 bölünsün 100. 60% sərf olunur. Bundan sonra qoyacaq yerinə. Suyun qızması üçün lazım olan istiliş miqdarı Cm delta T'dir. Bərabərdir. Ağırlıq qüvvəsinin işini yazacağım. mgh1 vuraq 60 bölək 100 yazarın gəlin bölək 100. İndi buradan ixtisarlarımızı eləyəyin. Baxın, bu m'lər gedər. Digər tərəfdən bu sıfırları atdım. Burada 0,6 qaldı da. Buradan onda delta T bərabərdir. Belə yazdıq. J'miz 10, H'ımız 210, vurulsun 6, atmayalım 10 qalsın yerində. C-də düşdü aşağı 10 vurulsun, C'miz neçədir? 4200. Yəni 4200 yazağın dursun. Bax bu 10 ilə bu 10'u atıram, gedir. Digər tərəfdən bu 0 ilə də bu 0 atdıq. İndi buradan 21 ilə 42 ixtisarləsək, burada 2 qalır, bir dənə də 0 yanında 20. 6 ilə də 20 ixtisarləsəm, burada 3, burada 10. Olacaq 0,3. Onun temperaturu neçə Kelvin artar? 0,3 tapdıq. Düz oldu mu? Baxaq bir də. Harada səhv eləmədik. Deməli, m'ləri atdıq. J'miz 10'dur. H1'imiz 210'dur. 10 vuraq 210. Bu sıfırların birini atdıq burada. 60%'dir. Çünki burada qaldı 6. Böyle 10 vuraq 4200 oldu da. Temperatur dəyişməsi oldu neçə onda? Temperatur nə qədər artar? 0,3 Kelvin artar. Vəssalam. 0,3 olacaq. Yəqin ki, yenə deyirəm, hesablamada bir səhvimiz olmadı. 210'dan da buradan 420 ixtisar edəndə yox, 4200 ilə 210 ixtisar elədik, 20 qaldı. 20 ilə də 6 0,3. Cavab olur 0,3. %24 sual. Doymuş su buxarının təzyiqinin həcmdən asılılıq diaqramındakı nöqtələrə uyğun temperaturlar arasında hansı münasibət doğrudur? İndi baxın. 1 ilə 2-yə fikir versəz, 1-dən 2-yə gələndə həcm dəyişib, amma təzyiq dəyişməyib. Hansı prosesdə doyan buxarın təzyiqi sabit qalırdı? İzotermikdə. Deməli, ona görə T1 nəyə bərabərdir? T1 bərabər nəyə? T2 deyə bilərik. Gəlirəm, 3 ilə 2-yə baxıram. 3 ilə 2-də isə, baxın, 2 ilə 3-də və ya 3 ilə 2-də nə sabitdir? V sabitdir. Harda daha çoxdur bizim təzyiqimiz? 2-də, 3-dən daha çoxdur. Bəs izoxor prosesdə təzyiq temperaturundan necə asıldı? Dedik, düz asıldı. Düz mütənasib yox, daha düz asılıq deyəndə, yəni temperatur artanda təzyiq də artır və təzyiq daha çox artırdı. Ona görə də 2-dəki təzyiq çox olduğu üçün 2-nin temperaturu daha böyük olacaq. T3. Qrafikimiz belədir də. Baxın. İzoxor prosesdə P-nin T-dən asılığı doyan buxar üçün belə çəkilir. Təzyiq harda çoxsa, temperatur orada çox olur. Cavab oldu onda T1 bərabər T2, o da böyükdür T3-dən. O da olacaq, deməli, D variantı. Növbəti sualımız. Ağzı bağlı qablarda su və onun üzərində doymuş su buxarı var. Aha, ağzı bağlı qabdırsa izoxor prosesdir bunlar. Doyan buxardır. Həm maye var, həm də nə var? Buxarımız var, doyan buxardır. Qabın içində maye ilə buxar bir yerdə gördüksə, bu doyandır. Doymuş buxarların sıxlıqları arasında hansı münasibət doğrudur? İzoxor prosesdə doyan buxarın sıxlığı temperaturdan asılıdır. Və necə asılıdır? Düz asılıdır. Qrafikimizdə var. Qrafikdə belədir. Baxın, Rho ilə N-in temperaturdan asılı qrafiki belə bir qrafikdir. Doyan buxar üçün çəkirəm. Amma doymayanda sabit idi. Bax, bura doyandı. Bu yaşından çəkdiyim hissə isə doymayan buxardır. Aha, deməli, doyan buxarda temperatur artdıqca sıxlıq da neyinir? Artır. Bir baxıram, ən böyük temperaturlarda da 3-cüdür. Deməli,
Sıxlığı ən böyük olan 3-də. Rho 3 böyük Rho 2-dən, o da böyük nədən? Rho 1-dən. Cavab olacaq C variantı. Havanın temperaturunu dəyişmədən ondakı su buxarının sıxlığını 2 dəfə azaltdıqda nisbi rütubət necə dəyişər? Havanın temperaturunu sabit saxlayıramsa, doyan su buxarının sıxlığı sabitdir. Bunu biləyim. Yəni havadakı doyan su buxarının sıxlığı sabit qalır. Fi nəyə bərabərdir? Rho bölü Rho 0 vuraq 100% deyil. İndi havadakı su buxarının sıxlığını 2 dəfə neynədik? Azaltdıqca Rho 0 sabitsə, fi də 2 dəfə neynəyər? Azalar. Cavab olur D variantı. 27-ci sual. Sabit temperaturda doymuş buxarın sıxlığının həcmindən asılığı dedik ki, sabit temperaturda izoxor prosesdə P, Rho, N, yəni təzyiq, konsentrasiya və sıxlıq həcmdən asılı deyil. Sabit temperaturda doymuş su buxarın təzyiqin həcmindən asılığını soruşurlar. Burada düşməyib. Temperatur sabitdir, izotermik prosesdir və izotermik prosesdə doymuş buxar deyir. Ona görə PV-dən nədir? Asılı deyil. B variantı. Şəhid nöqtəsi hansı cihazla ölçülür? Metal higrometrlə ölçülür. Baxın, aerometrlə mayələrin sıxlığını ölçürük. Barometrlə atmosfer təzyiqini ölçürük. Psixometr nisbi rütubət ölçür. Manometr təzyiq ölçür. Metal higrometr isə şəhid nöqtəsini ölçür. 30. Qapalı qabdakı su buxarın təzyiqinin mütləq temperaturdan asılı qrafik verilmişdir. Hansı nöqtəyə uyğun temperaturda qabdakı mayenin miqdarı ən böyükdür? Bax, bu doyan buxardır. Doyan buxarı qızdırdıqca buxar belə deyək, maye nəyə çevrilir? Buxara çevrilir. Onda getdikcə mayenin kütləsi azalır, buxarın kütləsi nə edir? Artır. Bu C nöqtəsində doyan buxar doymayana keçir. Yəni C-də maye tamamilə buxara çevrilir. İndi bizə lazımdır mayenin belə deyək də kütləsi ən böyük olsun. O da A nöqtəsidir. Yavaş-yavaş getdikcə azalır. Ona görə cavab olur A. Hətta bunu belə müqayisə edə bilərik. MA böyükdür MB-dən, O böyükdür MC-dən və bunlar bir-birinə bərabərdir də, belə deyək. C-də 0 oldu da. Hətta belə yaza bilərik. Testlərdə belə verirlər. MC 0-dır, MD mayədən söhbət gedir. Bunlar mayenin kütlələri hamısı. Mayenin kütləsidir, bax. D nöqtəsi, o da bərabərdir Y nöqtəsinə, o da 0-dır. Yəni bunların üçündə də 0 olur. 31. Hansı proses doymuş buxarın izotermik sıxılmasına uyğundur? Doymuş buxar izotermik prosesdə PV-dən asılı deyil. Ona görə ya 1,3 olmalıdır ya da 1,5. Sıxılma deyirsə həcm azalacaq, o da olacaq 1,5. Cavab olur 1,5. Genişlənmə desəydinə götürərdim, 3'ü götürərdim da. 32. Doymuş buxarın izotermik sıxılması zamanı onun kütləsi və molekulların konsentrasiyası necə dəyişir? Baxın, izotermik proses deyil. İzotermik prosesdə konsentrasiya sabitdir. P, Rho, N. Bunlar dəyişmir. Doyan buxardan söhbət gedir. Bəs kütləsi necə olur? Mən bunu sıxıramsa, həcm azalırsa, buxar molekulları nə edir? Kondensasiya edib mayəyə çevrilir dedik. Onda buxarın kütləsi azalır, mayenin kütləsi artır. Buxarın kütləsi nə edəcək? Azalacaqdır. Deməli, konsentrasiya dəyişməz, kütlə azalar. Kütlə azalar, konsentrasiya dəyişməz, C variantıdır. Xüsusi buxarlanma istiliyin vahidi hansıdır? Q nəyə bərabərdir? Cm delta T'dir. C nəyə bərabərdir bəs? Q bölək M delta T'dir. Gətirib burada vahidini çıxardığında belə yazırıq da. 1 Joule bölünsün, kilogram vurulsun, Kelvin olur. Cavab olur A variantı. 20 dərəcə temperaturda havadakı su buxarının sıxlığı 5,1 qram bölək kubmetrdir. Havanın nisbi rütubəti 30%dir. Həmin temperaturda doymuş su buxarının sıxlığını hesablayın. Nisbi rütubətin düsturunu yadımıza salsaq, fi nəyə bərabərdir deməli? Fi bərabərdir. Rho bölünsün, Rho 0 vurulsun 100%dir. Yerinə qoysaq, fin yerinə 30 qoydum. Rho 5,1'dir. Rho 0'ı bilmirəm. Vurulsun 100%. Buradan gəlin ixtisarlarımızı eləyəyin. Baxın, bu sıfırların birini atıram. Burada 3 qaldı. Onu 5,1'ə vuranda 51 eləyir. Rho 0 da keçsin bura. Rho 0 bərabərdir 51. Bölünsün 3 düşür məxrəcədən. Oldu 17. Cavab olur 17. Y variantı.
35. Sabit həcmdə verilmiş kütləli doymamış buxarın mütləq temperaturunu 30% artırdıqda. Baxın. Sabit həcmdə verilmiş kütləli doymamış deyil. Buxarın mütləq temperaturunu 30% artırırıq. 30% artırmaq 1,3 dəfə artırmaq deməkdir. Yəni T2 bərabər nəyə? 1,3 T1-ə. Bu qədər artırdıq. Təzyiq necə dəyişər? Həcmdə sabitdir. Hansı buxardan söhbət gedir? Doymayan buxardan. Doymayan buxar ideal qaz qanunlarına tabedir. İdeal qazın hal tənliyi PV bərabər nü RT-dir. Verilmiş kütləli deyirsə bu nü sabitdir. R də onsuz da sabitdir. V də sabitdir. Onda P ilə T necə asıldı? Düz asıldı. Temperatur 1,3 dəfə artırsa, təzyiq də 1,3 dəfə eləyər. Artar, cavab olur Y variantı. Doymuş buxarın izotermik genişlənməsi zamanı onun kütləsi və konsentrasiyası necə dəyişər? İzotermik proses deyil, izotermik prosesi gördünsə və doyan buxarı da gördünsə, bu ikisini bir yerdə gördünsə, P, rho, N dəyişməz. Deməli, N burada sabitdir. Təzyiq də sabitdir, sıxlıq da sabitdir. Bax, üçünü də yazarlar. Bu üçü də sabitdir. İzotermik prosesdə söhbət gedir. Həcmi neynirəm? Artırıram. Həcm artırsa buxarın kütləsi neynəyəcək? Artacaqdır. Hətta buxar molekullarının sayı da artacaq deyə bilərəm mən. Mayeyə aid olan kəmiyyətlər. Mayenin kütləsi azalır, mayenin həcmi də azalır. Bax, bunları yadımızda saxlayalım. İndi burada konsentrasiya dəyişmir, buxarın kütləsi neynir? Artır. Kütləsi artar, konsentrasiya dəyişməz. O da olur Y variantı. 37. Nisbi rütubətlər arasında F1 kiçikdir F2, o da kiçikdir F3 olan. Deməli, F1 kiçikdir F2-dən, o da kiçikdir nədən? F3-dən. Otaqlardakı psixrometrlərin, yaş termometrlərin göstərişlərini müqayisə eləyin. Quru termometrlərin göstərişi eynidir. T quru 1 bərabərdir T quru 2, o da T quru 3. Bizə yaş termometrlərin göstərişini deyir. Bax, belə bir əlaqəmiz var. F bərabərdir 1 çıxaq T quru 1 bölək daha doğrusu T quru çıxaq T yaşdır. İndi uşaqlar, bunu biz belə də yaza bilərik də. Bax, nisbi rütubət quru termometrin göstərişindən tərs, yaş termometrin göstərişindən düz asıldı. İndi burada qurular eynidir. Onda nisbi rütubət harda böyütsə, yaş termometrin göstərişi də orada nə olacaq? Böyük olacaqdır. Deməli, deyə bilərəm ki, onda T yaş 1 kiçikdir T yaş 2-dən, o da kiçik nədən? T yaş 3-dən. Bax, buna görə müqayisə eləyə bilərsiniz. T1 ən kiçikdir, T3 isə ən böyük oldu. O da oldu Y variantı. 38. Qapalı qabda mayeni qızdırdıqda onun üzərindəki doymuş buxarın. Qapalı qab deyirsə nə sabitdir? Həcm sabitdir. Tez yazırsınız bunu. Qızdırıram, temperatur artır. Üzərindəki doymuş buxarın kütləsi artacaq. Çünki mən izoxor qızdırıramsa, maye neyir? Buxarlanır da. Buxarın kütləsi neyir? Artır. Sıxlığı o da artacaqdır. Digər tərəfdən molekulların konsentrasiyası bəli artacaqdır. Düzdür. Mülaçərdən doğru olanları hansılardır? Hamısı artır. Doymuş buxar deyir də, bir də baxım, hə, doymuş. Hamısı artacaqdır. Onun görə cavab olur 1, 2, 3 C variantı. Quru termometrlərin göstərişləri eyni olan, deməli, tez yazırsınız. T quru 1 bərabər T quru 2. Bax, bunu qeyd eləmək lazımdır. Müxtəlif otaqda havanın nisbi rütubəti F1 65, F2 45%-ə bərabərdir. Eyler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Quru termometrlərin göstərişləri yaş termometrlərin göstərişindən böyükdür. Hər ikisində. Quru yaşa bərabər olanda nisbi rütubət 100% olur. Ümumiyyətcə, quru termometrin göstərişi yaşdan böyük və ya bərabər olmalıdır. Kiçik olanmaz. Bir halda bərabər olur. Nə vaxt? Nisbi rütubət 100% olanda. İndi baxıram, hər iki halda nisbi rütubət 100-dən kiçikdir. Onda quru daha böyükdür. Bir ortaqdır. Otaqdakı su buxarı doymayan buxardır. Hər ikisində doymayandır. Doyan buxarda nisbi rütubət 100% olur. Deməli, 2 də ortaq olacaq. Otaqda mütləq rütubət daha böyükdür. Mütləq rütubəti müqayisəni eləyirsiniz. F bərabərdir. Rho bölək rho 0 vurulsun 100% deyil. Baxın, quru termometrlərin göstərişi eyni olduğuna görə rho 0 sabitdir. F rho ilə necə asıldı? Düz asıldı. Və yaxud da rho f ilə düz asıldı. Fərq yoxdur. Rho otaqdakı mütləq rütubətdir. Onda rho harda, belə deyək də, f harda böyüksə, rho da orada nədir? Böyük olacaq. Deməli, birinci otaqda
mütləq rütubət daha böyükdür. Onda 3 gələcək 1-ə. Otaqda su buxarının parsial təzyiqi daha kiçikdir. Fi bərabərdir P bölək P0 vurulsun 100%. P0 havadakı su buxarının təzyiqidir. Quru termometrlərin göstərişi eyni olduğu üçün bunlar. Bu P0 sabitdir. Onda Fi ilə P necə asıldı? Düz asıldı. Fi harda kiçiksə, P də orada nə olacaq? Kiçik olacaqdır. 4 də gələcək 2-yə. Deməli 3, 4, 1, 2. Cavab olur A variantı. 27 dərəcə temperaturda nisbi rütubət 60% olarsa, havadakı su buxarının parsial təzyiqini paskallarla hesablayın. Bax, burada bir dənə yerə çağın. Deməli, mənə nə veriblər? Temperatur veriblər. Temperaturu tez keçin Kelvinə. Selsidən Kelvinə keçmək üçün Celsius üstə gələk 273-dür. Yazıram onda 27 üstə gələk 273. Bu oldu 300 Kelvin. Bunu bildik. Digər tərəfdən havadakı nisbi rütubət 60%. Bunu da bilirəm. Molyar kütləni verib, eri verib, temperatur 27 dərəcədə doyan su buxarının sıxlığı da var əlimdə. Bizə nə lazımdır? P lazımdır. İndi P-ni necə tapa bilərik? Baxın. Rho nəyə bərabər idi? P-in bölü RT. Bəs P nəyə bərabərdir? Rho vurulsun RT bölünsün deməli M. Bu ideal qazın hal təlinindən gələn düsturdur. V keçirdir su tərəfə, M bölü F bizə Rho-nu verir. İndi mən bunu tapmaq üçün, baxın, M-i bilirəm onsuz da. M var, temperatur var, R var. Bizə nə lazımdır? Bax, bu Rho-nu tapmaq. Yəni, havadakı su buxarının sıxlığını tapmaq. Onu hardan tapacam? Bəs nisbi rütubətin düsturundan. Fi bərabərdir Rho bölək Rho 0 vurulsun 100% düsturumuz var. Rho-nu buradan tapsaq, Fi vurulsun Rho 0 bölünsün 100 yazaram. Fi'miz neçədir? 60. Rho 0'ımız 3 vuraq 10 üstü mənfi 2 bölünsün 100. İndi buradan ixtisar eləyən nağdı. Bax bu sıfırların birini attım getdi. 6 3'ə vurdum 18. 10 da yuxarı qalxdı. Oldu 10 üstü mənfi 1. Oldu onda 18 vuraq 10 üstü mənfi 2 vuraq 10 üstü mənfi 1. Bu da olur 18 vuraq 10 üstü mənfi 3. Aha. Gətirib yerinə qoysam P bərabərdir. Rho-yu tapdım 18 vuraq 10 üstü mənfi 3. R-imiz 8'dir. Temperatur 300'dür. Bölünsün M-imiz neçədir bəs? 18 vuraq 10 üstü mənfi 3. 18 vuraq 10 üstü mənfi 3. Buradan ixtisar eləsək, bax bu 18'lər 10 üstü mənfi 3'lər gedir. 8'də 3'ə vuranda eləyir 2400 Pascal. Kilopascal demir bizə. Paskallarla deyir. Ona görə cavab olur 2400 Pascal. Birinci sual. Quru termometrlərin göstərişləri eyni olan, yəni quru termometrlərin göstərişləri eynidir. T quru 1 bərabərdir T quru 2'yə. Aha. Fi birimiz verib 65, fi 2'miz neçədir? 45'dir. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Quru termometrlərin göstərişləri yaş termometrin göstərişlərindən böyükdür. Bəli, hər iki halda. Quru yaşa bərabər onda nisbi rütubət 100% olur. Quru yaşdan hər zaman böyük və ya bərabər olur. Heç vaxt kiçik olanmaz. Nə vaxt bərabər olar? Rütubətlilik 100% olanda. Baxıram ki, hər ikisi 100%-dən nədir? Kiçikdir. Ona görə hər iki halda quru yaşdan böyükdür. Birinci sual bura gəlir. 1. Ortaqdır. Otaqdakı su buxarı doymayan buxarıdır. Doyan buxarda nisbi rütubət 100% olur. Deməli, hər ikisi 100-dən aşağı olduğu üçün doymayan buxarı olur. 2-də buradır. Otaqda mütləq rütubət daha böyükdür. Fi bərabərdir. Rho bölək Rho 0 vuraq 100%-dir. Mütləq rütubətlik fi ilə necə asıldı? Düz asıldı. Fi harda böyüksə, mütləq rütubətlik də orada böyük olacaq. Deməli, 3 də gəlir 1-ə. Otaqda su buxarının parsial təzyiqi daha kiçikdir. Fi bərabərdir. Nəyə? P bölək P0-a vuraq 100%. Baxıram. Bu P0'lar eynidir. Səbəb nədir? Çünki quru termometrlərin göstərişi eynidir. P0'dır, O0'dır. Bunlar eyni olur. İndi havadakı su buxarının parsial təzyiqi bu P-dir. P fi ilə necə asıldı? Düz asıldı. Fi harda kiçikdir? İkincidə. Onda P2 də nədir? Daha kiçik olar. Bu da gələcək bura. Deməli, cavab olur 3, 4, 1, 2. O da olur C variantı.
42. 27 dərəcə temperaturda nisbi rütubət 60%, havadakı su buxarının parsiyel təzyiqini paskallarla ifadə edən indi elədiyimiz sualdır. Fikir versəz, baxın. 40-cı sualla 45 eyni sualdır. Özünüz istəsəz bir dəfə də eləyərsiniz ki, daha rahat olsun sizin üçün. Yazmıram mən bunu. 43. VT koordinat sistemində doyan buxarın üzərində gedən proses göstərilmişdir. Deməli, nə sabitdir burada? Temperatur sabitdir. Hansı buxardan söhbət gedir? Doyan buxardan. Həcmini eynirəm, artırıram. MT koordinat sistemi hansı qrafik bu prosesin uyğun gəlir? M-in T-dən asılığını deyir. Çəkin. T onsuz da sabitdir, belə çəkməlisiniz. İndi biz burada həcmi artırırıqsa, buxarın üzərində gedən proses M doyan buxarın kütləsidir. Bax, bu buxarın kütləsidir uşaqlar. Onda həcm artdıqca buxarın kütləsi də nə edəcək? Artacaqdır. Cavab olacaq elə A variantı. 44-cü sual. Qapalı qabda maye üzərində buxarın molekullarının konsentrasiyasının mütləq temperaturdan asılı qrafiki verilmişdir. Verilmiş hissələrdə buxarın kütləsi üçün hansı ifadə doğrudur? Bax, bu doyandı. Gəlin belə yazalım, səliqəli olsun. Deməli, 1, 2 doyan buxardır. Doyan. 2, 3 isə doymayan buxardır. Doymayan. Deməli, nə deyir? 1-2-də buxarın kütləsi doyan buxarın temperaturunu artırdıqca temperatur artdıqca qapalı qabdırsa izoxor prosesdir bunlar. İzoxor prosesdə temperatur artırdıqca mayenin buxarlanması artır. Onda mayenin kütləsi azalır. Mayenin kütləsi azalırsa buxarın kütləsi necə? Artacaqdır. İndi doymayan buxara baxıram. Doymayan buxarda qabın içində maye yoxdur. Yalnız buxar var. İndi yalnız buxar varsa biz buxarın kütləsini artırsaq qiymət dəyişməz də. Çünki maye yoxdur ki, orada buxarlanıb maye belə deyək də buxarın kütləsini dəyişsin. Ona görə ikinci halda nədir? Buxarın kütləsi dəyişməz. 1-də artar, 2-də dəyişməz. Cavab olur C variantı. Bu qədər. Növbəti sualda bərk və mayələrin xassəsinə aid olan sualları izah edəcəm. Sağ olun uşaqlar.